Jung'un bir sözü var, deyir ki, mənə müraciət edənləri görəndə düşünürəm ki, görəsən bu sevdikləri tərəfindən qucaqlanıbmı? Əgər vaxtı ilə yetərincə qucaqlansaydı, bəlkə də indi mənim yanıma gəlməyə ehtiyacı olmazdı. Qucaqlanmaq nə qədər insanın özgüvəninə təsir eləyir, nə qədər onun stresini azaldır, depressiyanın qarşısını alır. Təəssüf ki, bəzi ailələrdə bu qədər vacib məsələ hətta ayıb bir iş kimi görünür. Sual verəndə ki, atanız, ananız sizi yetərincə qucaqlayıbmı? Deyiblər ki, yox, evdə nənə baba olduğu üçün heç vaxtı bizə yaxın gəlməyiblər. Hətta bəzi pasiyentlərimdə eşitmişəm ki, deyirlər ki, bizim atamız gözəl ata idi, əmi uşaqları üçün. Həsrətlə baxırmışlar ki, atam əmimin uşağını necə qəşəng qucaqlayır, qucağında otuzdurur. Amma mən yaxın gedə bilmərəm, çünki ayıbdır. Və belə bir həsrətlə danışır 30 yaşında, 40 yaşında. Bəzi ailələrdə də elə bilirlər ki, ata-ana uşağı qucaqlasa, əksinə onun tərbiyəsinə mənfi təsirlər göstərəcək. Unutmayaq ki, hər yaşda insanın qucaqlanmağa ehtiyacı var. Fərqi yoxdur, 5 yaşındadır, yoxsa 55 yaşındadır. Normal bir insanın gündə 5-6 dəfə sevdiyi tərəfindən qucaqlanmağa ehtiyacı var.